belə bir şarda olduğundan aldım axır ki. Bizə tez-tez lazım olur uşaqların ad günündə. 600 rubləyə aldım bunu. Melisa'nın ad günü gəlir. Ona lazım olacaq. Bir də tort üçün krem. Silivka. Açın. Vanil koydular bir dənə belə. Həmişə bu kremlə işlədirəm, qəşəkdir. Dadlıdır həm də. Marojna dadır. Belə. Düşəcək. Gecəyə 4 dənəlik at paltarı. Qaradır, tünd göydür, seyri, açıq seyri. Bu Miloş'un maykası. Bu Fedia'nın üçlü maykası. Boz, qara, bir də ağ. Sonra bu Milana'nın içi tühlü lasini, atdan yufqanın altından, şalvarın altından giyinmək üçün. Qışda. Qış yerdə bizdə hava soyuq. Bu da Fedia'nın atdan giyinməyə. Bu onun koftasıdır. Bu da şalvarı. Miloş futbolkada olur deyə, məktəbdə qol güdək saroşkada olur deyə bunun koftasını almadım. Dərs almadım da, yəni Fedia'yı aldım. Dərs. Bu Melisa'nın şarıdır. Şarı belə göstərə bilmirəm çünki içində belədir. Bu da rəhləri. Yəni, qara paketləri görünür. Ad günündə yığanda çəkəcəm. Bu qədər. Dik al bu hava. Selləmə su gedir. Etler de var. Bak koyduk. Kod yazmamış özü çıxır. Kodu bak. Teknoloji. Bu o altta gelir de ne? Çok teşekkür ederim.
Armut'ta da gençler hastalanıyor. Şimdi akrabama bir ayrılmışsınız. Melisa'nın acını hazırlığıdır. Qəşəng evə lobya bişirmişəm. Belə yumurtalı, markoflu, kartoflu, dadlı. Burada çoxlu qavlarımızı yumuşam. Soğan, birinci gün soğanıdır. Qoymuşam. Qoranda tökəcəm. Bu ətləri qoymuşam açılsın. Bir də üstünə ağırlıq qoyanda qızlar tez açılır. Görürsünüz yumuşalır. Yarım saat da qoymuşam. Bu da quyruqdur, dolmaya da çəkəcəm. Qəşəng. Birinci gün hamurunu düzəltmişəm. Biraz durudu. Baxacam da tökməyim. Bu təkcə çüyüddür. Birinci gün ət üçün. Bu soğandır, göydür, naynə, çüyüd, biraz kişniş, xırda düyü, dolmanın içidir. Bu əti də yadımdan çıxdı deyəm. Biri dolmandır, biri birinci gündür. Başladım birinci gün pişirməyə. Birincidir bu. Hələ görə belə çıxar. Deyil. Burada qəşəng birinciklər pişir. Burada düzürəm belə. Soğusun, sonra üst-üstə yığacaq. Kızlar, birinci kimi qurtardım. Görürsünüz belə. Bunun içində nədir? Litr yarımın birinci kili. Bu da soysun, qoyum, qəşəng. Ətləri çıxartdım, salafandan çıxartdım, əriyiblər. Evet, buz açılıb. İndi bunu qatışdırıb, yarpaq da gətirib bükmək istəyirəm. İndi yox da, axırda. Birincidən sonra. Burada da birinci gün ətini qoydum. Qovrusun, qəşəng. Çıxan qavları da yum, buralar yığışdırım. Başlayayım onu dolmanın içliyini, ətini hazırlayayım. Sonra birinci gün əti qorusu onu bükərəm. Olmasa yarpağı bükərəm. Atmalı bir salça koyacağım. Çok olduğunda daha tatlı olur malzeme.
Əmcikləri qəşəng bükdüm. Kızarmışları. Kızardıram qəşəng. Bunlar kızarsın, sonra dolmanı büküm. Mum belə elədim, qəşəng. Üstündə yarpaqları düzdüm. Altında 2 tikə də ət qoydum, bayaq gördünüz. Şimdi qoyacağım buzluğa. Buzluğa yox, xaladenikə. Yuxarı gözünə. Sabah bişirəcəm. Bürsümdə Melisanın yaşıdır. İraq sizdən başımın arasına yata bilmədim. Saat 1'e işləyib. Gəldim dərmağa. Axtarmağa, ələhvələ elədim. Axırda bir dənə mən tapdım. Tempaldim. Şimdi görün başım az gedir mənə. Yoxum qaçıb, qərara gəldim ki, sabahlarım əslində eləmək istəyirdim. İstəyirəm, indi eləyəm. Qərara gəldim ki, kətə siqaret belə şey eləyəm. Yerevan kətəsi. Öz reseptinə nə tapdım. Yəni, dəqiq resept yoxdur. Evdə nə var ondan eləyirəm. Belə. Onu da çıxardım. Başlayayım eləməyə. Yağı torkadan keçdim, pesaq vurdum, vanil vurdum. Onunla umut eləyim, qəşəng içdiyi üçün. İstəyirdim qozla eləyəm. Prosta xırdalayanda səs çıxacaq deyə uşaqlar da yatır. Ona görə tamamlac eləyəsi oldum səsə görə. İçlikdən biraz qalıb. Yenə eləyərəm daha vaxtsa. Saxlayacağım şeydə, xaladelikdə. Yumurta. O birlər pişsin, bunlar da qoyun pişsin. Yoxum gəlir, mən də yatım. Şuraya baxırdım, yadımdan çıxıb çəkiliş eləmək. Bu arada xaladenikın qapısı açıq qalıb. Miloşan orada kartoşkanı doğradım, pişirdim markovla bir yerdə. Markovun buraları bəziləri yapışıb. Başqa iş görürdüm, gəldim ki, qazanda yapışıbdı. Suyu çəkilib, suyu qutarıb. Bəzi bir iki dənə də azdır. Şöyle tez gəlmişəm. Aşqarası pişir, əti, aşqarasının əti pişir. Xırda doğramışam ki, qarada pis görünməsin. Qabırğadır, qoyun qabırğası. Sonra burada salatın yumurtasını eləyirəm. Burada toyuqları qızardıram. Stokdu, sarı kök vurub qızardıram. Qan da halı axşamdan belədir, indi yapışan qazan, balaca qazan, əti pişirdim. Bunları da yuyum edim, buralar yığışsın, qəşir. Silim yerinə yığım. Bu ətin bulyonudur. Aşın qarasına tökəcəm yarısını. Yarısını yəqin ki, supsad eləyərəm. Mən pişirdiyimi də, axşam pişirdiyimi də yığdım salaxana, qəşir. Sigareti. Yoldaşım düyü alıb, büyün. Buraları yuyum, təmizləyim, yığışdırım, əlim altı boşalsın.
ət də ona kimi qızarsın, yumurta da pişsin. Başlayım yumurtanı da doğrayım. Bunlar уже hazırdır. Qoyum xaladenika. Amma mayonez, smetana hələ bura söyləm. Xiyar da vurmayacağım sabah. Qəşəng dadlıyıq bunu. Nefret düşür. Böyle yığdım. Kaldı çevirmek. Bu çıkığı da burada. Qəşəng. Çevirin. Bak burada krem vurdum. Görünür. Sos da burada. Bir de çözdüm. Bir de fırlanır. Çörek düşürmüyor. Ura! Eğriliğini üzümü şeylerinde düzeltirim. Bir rengi sıvıyım geçer. Bir üz. Gel istəyirsən bu bir tərəfdə dur çək. Belə daha yaxşı görünür. Bir zulumdan düzəltdik. Taqdan nadaqıl olmayacaq. Minus göstər. Bitir elədik. Belə fırladırsan, bunu əysən, içinə qoyursan, belə. Oy. Belə yavaş yavaş göstər. Aha. Fırlatdıq. İndi belə. Taxtam. Sadırsan, belə. Belə. Mantık Bir de oldu. orası düzelt biraz. Oldu. Belə. Belə böyle. Üst kremini karışın sivet eləyəcəm. Burada bir rəngim var. Yeşil. Bu narahat deyil. Bilmirəm, o şeyi hara qoydum. Belələrdən belə. Buralar qəşəng düşmür. Tərəfə yaxşı.
Elə çətin. İndi bir aralanıq düşəcək. Film çox bəhdi, yaxşı çıxmır. Bu bizim şərrar. Bir nətər partladı. Aparatla elədim yerdə. Burada da 2 rəqəmi var, mişqa var. Tort, deyəsən bir də tortdur. Dəhşət güclüdür bu. Gecədir, səsi çoxdur. Sabah eləyəcəm. Zordan 3-dən elədim. Gluşa. Armudu. Gluşa. Belə hazırladıq. 2 yastım yasada. Yemeğinde sana patates yiyelim. Bakın. Bir bizim prenses sarmamızın yasıdır. Güzel püskürlerdi. Soğan çok eşek kızardı. Sarı kök vurmuşam, tuz vurmuşam, stört vurmuşam. Sonra bu ətin bulyonundan vurdum, bak görsü üstündə. Bana 2 parmaq qədər. Tökmüşəm, geçək. Ətləri. Ətləri düzdüm. Biraz yaxınlaşdırım. Ha. Sonra ərik də dünəndən biraz servisini yağda qoğurmuşdum. Bilməm, çəkmişəm yoxsa yox. Yadından çox günlərim kişmiş almadım. Da indən sonra da aşağı düşmək istəyirəm. Bu da zoğal qurusudur. Yesüntüqəyə gidəndə orada həyətdə var idi, kirədə qaldığımız evdə. Yığıb şeylərini, içinin sümüklərini təmizləyib qurutmuşdum orada. Gələni gətirmişdim ki, belə turşməzə, aşqarıya, nə bilim, xəncəli zada qatım. Çox qəşəng olur. Alça bəzi. Yoldaşımın yaşında belə üstü balıqlı zapuska düzəltmişdim. Onu hamımız çox bəyəndik. İndi yenə ondan düzəltmək istəyirəm. Ona görə çörəyi qızardıram. Yadından çox uzun çörəkdən almamışım. İndi bu pikorkada mağribdə zətdə yoxdur. Aşanda almışdım mən. Aşanda var idi onun. Bir də yekə mağribdədir. Evin altında yoxdur, qaldı belə. Bu ikradır. Çektadır o da. Biraz simtan. Onun yeminli reseptini bilmirəm. Yəni göz ayarı edirəm da. Sonra evdə nə var onu qatıram həmişə. Bir de krab çubukları. Açabilirsin.
almışam, çətin gəlir. İti bıçaq lazımdır. Bizdə evdə ən iti bıçaq budur. Hə. Fedya, o acının səsini azalt da. Bu da sümükləri qoymur. Belə mi doğru? Qəşəng. Bunda sunum eləyəcəm. Elə bir yolluqda buna yığıram. 2 dənə. Soymuşlardan eləyim. Belə qızaranlar var. Belə bunlarla daha çox qəşəng dadır. Nəinki belə ağ qalanlar. Tabii təzədən qızartmadım. Tələsirəm. Bunların ağzından oynayamam. Belə. Elə. Это специально сделала, чтобы я заново собрала без инструкции. Hayvan gözəlliyinə baxın. Adam heç kəsif yemək istəmir. Elə dadlıdır bu balacalar. Heç bir hekələr xoşlanmıram mən. Görünüşdən. Fedya, Melisa yatır. Ha? O nəsə pis şadəcə var, Çox doldururlar. yox, çoxluqdur. Hansı hekədə partlayır? Pişmiş nohudum var idi. Gördüğünüz 2 stəkan koymuştum. Şimdi bunu suya koyan kim açılacak? Bu halodun üstüne dökeceğim. En qəşəng an. Qəşəng pendir tarelkası düzəldirəm. İlə gözəl dadır bu. Bir də bu. Əziyyətdir. Çox qəşəngdir. Bu da bildiyimiz. Heç çıxartmaq istəmirəm daha güzel. Bu görməz. Görmədən ətər doğrayıram.
Yox, tatsana. Bəs eləyim var. Belə. Bu limon çəngəllərini pendirin də yanına qoyacağım. Belə. Qəşəng. Döyğanı əvvəldən bişirmişəm. Adasa 3 gün dolar. Gördüm artıq qalır. Saxladım. Dedim stola meysan yaşında qoyarıq. Gəldik çıxdıq kalpaça məsələsinə. Bu hündüşka ətidir, hündüşkanın döş ətidir. Qəşəng veçina. İndi gözəl dadır ki. Bu Variono kalpaça. Halal. Variono kalpaça. Bir dənə belə apotniyer. Hələ bir neçə gündə almışıq. Bazarlıq eləyəndə çəkmişəm də. Onda almışıq, amma hələ açıq yeməmişik. Nətər doğrayım. Belə doğrayım. Bunu bayaqdan fikirləşdim ki, hansı boş qabı qoyum buna. Tapa bilmirəm. Doğrayım bir şey fikirləşəcəm. Bu qablarda eləyəsi oldu. Bu bəzəmə işinə elə həvəsim var ki, mənim dəhşət. Amma ki, stolu yığışdırmaq gələndə qaçmaq istəyirəm. Sayla olanda hamısı qəşəng görünür. Salatın qaşığı buradadır. Bayaq yemişdik. Qalır. Turşu pomidor xiyar, bir də sveji pomidor xiyar. Onları bu qavaya qoymaq istəyirəm. Dadı belə. Telefonumuz. Dəhşət tez xarab olur. Bizim Reyhan xanımız. Reyhan tərpin. Belə.
Bir ne güzel göründü. Şey de gitti salona. Ha. Bir de gitti saçını kestirmeye. Ev sakitçilik değil. Mameli sözlerlerim. Oyanır. Vücudum bakın. Olabilir. Yok içeri girme. Yaşa çıkmadı. Yine var. Orada. Gel. Prost bunlar iriydi. Ha, bu yaxşı. O bu perdeler olan yerden keseceğim. Balaca boşqala qoyun. Nəlbəki yerdə. Bəkiyə qoyacağım onları. Ama buna da koysam olur. Kırım koyun. İsterim keserdim gerek. Al yeri. Bu da belə. Buxarofdur. Muz suyunu şey eləyərəm. Qoyun bura, lazım olar. Pomidoru ilk dəfə də açırıq. Yəni ilk bankadır. Amma xiyarı bir iki günəsini açıb yemişik. Belki sıkmıştım ya. Pomidor ne kadar iyi sıvırdı. Bunun suyunu içeceğim. Ne de koşuyorum bunun suyunu. Tesif edeyim. Bilmem ziyandı. Dehşet geçeydi. Çok tatlıdı çok. Birincileri istemiyorum götürüm. Stoptu da. Yandırdı. Vay. Pomidor. Vaxt itirmirik. Onları eləyənə qədər düyünün suyu qaynadığı qəşəng.
tuzunu vurum. Həmişə o biri başda qururdu. İndi çoxdan da bu tərəfdə oturmuruq. İstəyirəm buradan qurum stolu. Da hamısını hazırlamışam. Boşqafları, yeməklər də hazırdır da. Boşqaf da hazırdır. Yemək deyəndə bir dənə aşı dəmlənməyə qoymalıyam, süzməliyəm. Всё. Boşqafları düzüm eləyim. Tez-tez. Aşı da qoyum dəmlənməyə. Başlayaq. Mən süfrəni bəzədim. Hamısını yığdım. Baxın görün, xoşlayırsınızmı? Yorumlarda yazarsınız fikirlərinizi. Mənə çox maraqlıdır. Bunları da bura qoydum. Yenə istəyən olsa var. Prosta bir dənə qoymuşam hələlik. Bu tərəfə də belə stəkanları, tortu qoydum. Burada kəsərik tortu ilə fikirləşmişəm. Vades, vades. Burada fil. Ura! Fil. Vades, Güzel. vades. Dolmadan bu qədər qaldı. Onu istəyirəm. Yine keşək yığım. Qoyum buzluğa.
Da sabahlarım uşaqlar yemir dolma. Bir dənə mənəm, bir də yoldaşım yeyir. Bu da eyni yeməyi sabah yeyəsidir. Mən də qərara gəldim ki, belə xaladenikdə yer tutmaqdansa qoyum qəşəng buzluğa. Biraz vaxt keçsin, ürəyimiz dolma istəsin, sonra çıxardım, qızdırım yeyək. İki dənə belə qab dolma çıxdı. Biraz da burada elə bir nəfərlik ətlə bir yerdə bir nəfərlik dolma qalıb. Qarı da qalır qəşəng. Onda yağlı satdı qəşəng belə yığın. Düyünü yığmağa bir də iri qab tapmadım, yəni bunların irisi. Yoxum da elə bir şey. Yəni buzluğa qoyarsam bu qazandı irilərdə. Ya da qapaqsız. Ona görə yolu salxana yığmaqda tapdım. Nasıl oturmadı yerinde. Bu da mənim buzluğa ayırdıqlarım. Dolma, stəlişni, aşqarası, bir də düyü. Bir də. Qəşini alır. Отстань! Bunu vereceksin. Ölçət yazsın. Bak bir sana oldu. Milana koy. Böyle mi yaymağı hoşçuydu da. Melis qəşəkdir. Milana xala aldığını da gətdi kuklanın hər şeyini. Gət çəkək. Magnet bu. Hə, yox peçatdır. Magnet. Vur ora peçat. Magnet. Bunu da Meliskanın xalası alır. Mən kutuya yığdım. Amma oynadı flash edilənlər. Ben çəkiliş eləyə bilmədim. Bir de balaca Meliska alıblar. Bunun paltarın özünə baxın, elə bir doğrudan çox paltardır. Bir də uşaqlar üçün bunu güzəldir dünəndən. Hələ dünən də evdə. Maskisi var, belə koftası var, papaqlıdır. Belə cinli qəşəkdir. Sonra məhrəbası var. Belə yekə. Məhrəba. Sonra soskası var. Soskasının belə iqruşkası var. İtməsin deyə taxılır. У нас есть Sonra pampersi. Pampersi su doldurublar. Qurma gözlüyü. Darağı, güzgüsü. Tarelkası, vırkası. Bu da saçlarının zakolkaları. Tulkası da var. Tulkası. Prosto bilmirəm onu hara qoyublar. Tapmadım. Arası düşüb. İyi qüsətdir. Mama papa deyir elə Miloş. Miloş bunun mama papa deyən yeri çıxardıbsınız qarnından. Yok.
ösürdü. Hepsi. Papa, mama. Papa, mama askırır, ösürür, Ağlıyor. ağlayır. Əsmir. Bir də əsniyir ki, yatsın. Bir də xəstələnir. Melişka yazır. Baxın. Baxın. Neyse, nə günə qoy paltarlarını. Fedya vermir sana. Sağ vermir Fedya olmazsa. Uşaq dalına düşübləri, özləri aldıqları qışqanı özləri oynayır.